Düz xəttdən 5 sm məsafədə olan nöqtədən bu düz xəttə uzunluqları m plus 4 sm olan 2 mail çəkilmişdir. M-in hansı qiymətində maillərin oturacaqları arasındakı məsafə 2m plus 2 olar? Tam bu bir düz xəttdə olsun və maillərin uzunluqları bərabərdir. Hər ikisi m plus 4'dür. Deməli, burada bərabər yanında üçbucaq əmələ gəlir və biz əgər proyeksiyanı çəkmək istəsək, maildən düz xəttdən 5 sm məsafədədir. Bura 5'dir. Və əgər maillərin oturacaqları arasındakı məsafə 2m plus 2 olacaqsa, 2m plus 2'ni biz 2 yerə bölsək, alınır m plus 1. Deməli, hər bir mailin proyeksiyası m plus 1 qədər olacaq. Və biz burada Pifaqor teoremini tətbiq edə bilərik. Yəni, m plus 4'ün mötərizə kvadratı bərabərdir 5'in kvadratı üstəgəl m plus 1'in mötərizə kvadratı. İfadələri sadələşdirək. M kvadrat üstəgəlsin 8m üstəgəl 16 bərabərdir 25 üstəgəlsin m kvadrat üstəgəl 2m üstəgəl 1. Hər tərəfdən m kvadratlarını islah etsək, 8m çıxılsın 2m eləyir 6m bərabərdir 25'dən 16 çıxsaq, daha doğrusu 25'dən 1 toplasaq 26, 26'dan da 16'ını çıxsaq 10 qalar. M də bərabərdir 6'da 10, yəni 3'də 5 alarıq. 3'də 5.